Salam əziz izləyicilər. Şəhidin Səsi proqramı ilə bu gün də bir igidin izinə düşürük. Hər bir şəhid öz ömrü ilə bir tarix yazır. Bu tarix təkcə səngərdə deyil, eyni zamanda xalqın yaddaşında, ailələrin qəlbində və gələcək nəsillərin şuurunda yaşayır. Bugünkü buraxılışımızda şəhid Əliağa Məmmədovun həyat yolundan, vətən uğrunda mübarizəsindən və onun qəlbində daşıdığı müqəddəs amaldan danışacağıq. İndi isə şəhidimizin xatirəsinə həsr olunmuş video çarxı izləyək, daha sonra isə qaldığımız yerdən davam edək. Şəhid Əliağa Məmmədov Eldəniz oğlu 26 iyul 2001-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində anadan olub. 2008-ci ildə Azərbaycanın milli qəhrəmanı Nazim İsmailov adına 80 nömrəli tam orta məktəbin 1-ci sinifinə qədəm qoymuş və sonra orta təhsilini Maşdağadakı 255 nömrəli məktəbdə davam etdirmişdi. Əliağa 2017-ci ildə 5 nömrəli Bakı Peşə Məktəbində işıq operatoru ixtisasına yiyələnmiş və məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. İxtisası üzrə Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrında işıq operatoru vəzifəsinə qəbul edilmişdir. 26 iyul 2019-cu ildə hərbi xidmətə yola düşmüş və Eni saylı hərbi hissədə qulluq etmişdir. 2020-ci il sentyabr ayının 27-si ordumuz tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi üçün başlayan vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə savaşmışdır. Qəhrəmanımız 2020-ci ilin oktyabr ayının 6-sında Ağdərənin azad olunması zamanı gedən döyüşdə şəhid olmuş və Maşdağa qəsəbəsindəki şəhidlər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra vətən uğrunda cəsur döyüşçü və Suqovuşan medalları ilə təltif olunmuşdur. Eldəniz bəy, Əliağa sizin üçün necə bir övladdır? Onu necə xatırlayırsınız? Əliağa bütün balalar kimi necə ola bilər? Hamısının balası ki, necə özünü əzizdir. Əliağa da mənim üçün əziz bala idi. Əliağa uşaqlıqdan idmanla məşğul olurdu. Əliağa cido güləşməyi ilə məşğul olub, neçə illər gedib. Sonra ki, Həddibuluğa çatandan sonra məktəbi 255 nömrəli məktəb, Məşdağa kəndində Mətanət müəllimə, oranın direktoru, çox sağ olsun, Allah can sağlığı versin. O məktəbi qutarıb 255 nömrəli məktəbi. Həddibuluğa çatandan sonra hər bir evlad gedir, ya instituta daxil olur, ya da ki, hansısa bir peşəni seçir özü üçün. Bu da biz ona kəndində belə bir 5 nömrəli lisey vardı. Ora yönəltdik onu. Orada bir il işıqçı operator işlədik. İşıqçı operatordan praktika keçdi orada. Onu praktikaya göndərdilər musiqili komediya teatrına. Yəni idmanla xudahafizdə işləmək oldu. İdmana getmədi. O fəaliyyətini ilə, oxumağı ilə başa vurdu orada. Musiqili komediya teatrında işə götürdülər onu. Əskərliyəcən orada işlədi. Orada çoxlu, hörmət qazandı. İncəsənətdə idi. Və nəsə, oradan da əskərliyə getdi. Tərtər bölgəsinə düşdü.
Şu Tülkü tərəf deyilən bir yer var. Ora düşdük. Sonra ki bu il yarım idi, əskərlikdə idi. 3 ay qalmışdı evə gəlməyimə. 3 aydan sonra müharibə başladı. Müharibə ki başladı, Ağdərə istiqamətində öz komandirini qoruyarkən şəhid oldu. Mən onu cəmi bir il görə bildim də. Bir ildən sonra beləsi hadisə gəldi başımıza. Şəhid oldu. Şəhidlik zirvəsinə baxdı. Hərb yolunu seçərkən sizə nə demişdim? Yəni həvəsli idimi əsgər getməyə? Əliyağa əlbəttə bütün oğlan uşaqları kimi əsgər getmək istəyirdi. Gedib əsgərliyi çəkib gəlməyini istəyirdi. Yağın məsələ, biz özümüz də əsgər olmuşuq vaxtı ikən. Getmişik də, gəlmişik də. Əlbəttə ki, bütün oğlanlar kimi o əsgərliyi istəyir, çəksin, gəlsin. Burada balkonda kravat vardı, mən də dirizə eləmişdim, yay vaxtı idi. Bunun da 18 yaşı oldu, muayinkamatdan zəng gələdilər ki, bəs bu gün sabah əskərliyə gedirsən, filan vaxtı burada ol, filan tarixdə burada ol. Yəni, düz yaşı günü əskərliyə getdi. Yandı başımın üstündə ki, bəs, ata mən gedirəm əskərliyə, dedim, oğlum, gedirsən, səhər salamat gəlgin, hamısı gedir, gəlir, sən də Allah qorusu gedərsən. Ya, mən deyir, şəhid olacaq. Bax, bu sözü demişdi mənə. Mən gedəcəm, şəhid olacaq. Onun əlbələ ürəyinə danmış ki, o şəhid zirvəsinə qalxacaq. Demişdim ona ki, ay, dava yox, bir şey yox, hamısı gedir, səhər salamat gəlir. Ya, dedim, mən gedib şəhid olacaq. Əliyağa ilə bağlı hansı an tez-tez yadınıza düşür? Əliyağa ilə bağlı xatirələr çoxdur. Lap belə yadda qalan xatirəm, belə mənə ləzzət edən xatirə. O vaxtı 14 yaşı vardı. Bu ki, cido güləş növü ilə, Yapon cido güləş növü ilə məşğul idi. Bir gün evə gəldim, dedim, ya, neçə illərdir gedirsən bu cidoyu gör, gəlim, belə. Mən onunla bir qardaş kimi idim də, belə sözünə çıxır. Ata-bala kimi də yox, belə bir öz yaşıtım idi, belə, o da mənə əlizi baxırdı. Dedim, bir dənə güləşək səni, görə yıxa bilərsən məni. Mən 1-2 gördüm, yox, əməlli başlı, bu güləşir, 3-4 dəfə yıxdı mənə sözünə çıxır. Dedim, ola bilməz, sən mənə güc gəlsən. O beləsi xatirələr yadda qalır. Nə həyətdə görsən ki, biri görsən, qoşulurdum buna, voleybol, futbol oynayırdım bu ilə, necə deyim sənə. Mən də bir uşaq kimi idim bu oyuna. Yəni deyirəm, necə deyim sizə, hələ bir həmyaşı dedim oyuna. O da mənim ailəsinə. Mən tez-tez dənizə aparırdım onu, maşınla. Dənizə gəlib, balıq tuturduq, çıxıb gəlirdik, sevinə-sevinə. Səmirə xanım, Əliyağa ilə bağlı ən çox hansı an yadınıza düşür? Əliyağa ilə, nə biləm, çox şey. Əliyağa mənə bağlı uşaq idi. Həmişə hara gedərdi, hardan gələrdi, mənə deyirdi. Həmişə, görsən ki, işə gedəndə, ya məktəbə gedəndə mən aparırdım da onları. İşə gedəndə, qapıdan çıxanda 3-4 dəfə girirdi, çıxırdı ki, mama mən gedirəm, mama mən gedirəm. Deyirdim, get sağ-salamat. İşdə də olanda yığırdı mənə tez-tez. Çox bağlı idi mənə, hər şeyi mənə deyirdi. Onunla bağlı hansı xatirə sizə dayaq olur? Hər zaman baxıb düşünürsünüz. Səkizlərinə baxanda elə bir ki, həmişə mənimlə olurdu da. Hara gedirdi, anam gilə gedirdi, mənimlə olurdu. Həyətdə, görürsən, çıxırdıq, gəlirdi, qucaqlayırdı məni. Hərdən deyirdim, get, atamı da qucaqla da, onu da, yox, mən səni çox istəyirəm. Hara gedirdim, yapışırdı mənə. Böyük oğlan idi, inanırsan, divanda oturdu, hərdən fikirləşirəm, gəldi yanıma, uzanırdı, başını qoyurdu ayağımın üstünə. O belə. Hərdən oturanda çox şey fikirləşirəm, görürəm, yadıma düşür hamısı, gözümün belə önündən keçir uşağımın. Özü əskərlikdə olanda tez-tez yığanda, özü mən evdə olmayanda təzədən bir də deyirdi atasına ki, yığacağım, mamanı istəyirəm. Mənimlə danışmasaydı o gün ya, saat neçə də olsa yığırdı, danışırdı mənimlə. Yağan günləri mənimlə keçirdi çox vaxt, çox elə hər gün. İşdən gələndəsə mən qarşılayırdım onu, işə gedəndə, məktəbə, hamısını.
Həmişə deyirdi, anam hamısını sən elə. Yəni, adi çörək gəlirdi, işdən çörək yeyəndə, mən görsən yorğun olurdum da. Deyirdi, yox, otur mənimlə. Otur mənə bax, mən çörəyimi yeyeyim. Bir dəfə yorğun oldum, gözləmədim. Gəlib çörəyini də yeməmişdi. Səhər deyirəm, atasına nüş yeməyib. Deyirsən, yox idin, yemədi. Mənsiz, nə bilim, o bir gün olmazdı. Belə uşaq idi. Çox bağlıydı da, mənə çox bağlıydı. Əlaqənin həyatdakı ən böyük arzusu nə idi? Məsələn, sizlə danışarkən deyərdim, bunu eləyəcəm, bununla məşğul olacağam. Düzdür, əvvəllər idmana gedirdi. İdmana çox həvəsi vardı. O peşə məktəbinə gedəndən sonra, işıqçı operator olandan sonra bu sənətinə çox bağlı idi. Həddindən artıq çox sevirdi. Həmişə deyirdi ki, halbuki teatr mənim evimdir. Doğrudan o qədər dərəcədə çox istəyirdi. Hələ peşə məktəbinə gedəndə, oxuyanda hələ çox həvəslə. O ki, bildi ki, musiqili komediya teatrına işıqçı operator kimi gedəcək orada, öyrənəcək. Çox həvəslə, çox belə nə bilim, sevinirdi, uçurdu quş kimi. Bu sənətini dəhşət çox sevirdi. Hələ o ancaq oyuna arzuları var idi. Yaşayırdı oyuna, doğrudan həyatı yaşayırdı. Əskərlikdə də olanda aparırdım telefonunu. Görürsən ki, orada eləyirdi, danışırdı iş yoldaşları ilə. Bir dəfə də gəlmişdi, deyirdi ki, yox, əskərlikdən gələn kimi səhəri gedəcəyəm mən işimə. Deyirdim ki, dincələrsən də, biraz yorğun olacaqsan. Yox, ancaq işi. Bu sənət üçün, nə bilim, uçurdu göylərdə, ancaq çox sevirdi. O sənətə görə arzuları çox böyük idi. Həddindən artıq böyük idi arzuları. Seyid Əkbər bəy, Əliağa necə döyüşçü idi? Döyüşçü deyəndə ki, yəni biz özümüz əskərlikdə olmuşuq, bir yerdə olmuşuq Əliağa ilə. 26-sı hərbi xidmətə gəlib, iyulun 26-sı. İyulun. Hə. Mən də ayın 3-ü getmişəm. İyulun 3-ü mən getmişəm. 26-sı da o gəlib. Mən hələ hərbi xidmətdə idim. Bir də gördüm, dedilər ki, bəs şeydir. Məşdə ağalı gəlib bir dənə. Bəs çayındadır. Hə. Dedim kimdir? Dedi Əliağa dedi. Dedim geyim görüm kimdir. Getdim gördüm ki Əliağa. Rədi salam edək, görüşdük orada. Dedi, ballı qayda idi 130-da. Görüşdük orada, danışdıq da dedi. Dedi, mən harada qalsan, dedi. Şnopka tərəfdə, tərəfdə. Hə, dedim, mənə lap yaxşı, mən də kənddə qalıram. Bağzal tərəfdə qalıram. Dedi, yaxşı. Məsələdə orada görüşdük, danışdıq. Ondan bir yana. Mən kənddə görməmişdim onu, sözün açığı. Ancaq ki, əskərlikdə, yəni, insan insanla danışanda, görüşəndə, indi bilir də insan insanı görür ki, necə bir insandır. Allah'ın olsun, yəni, oradan sonra dost olduq, yəni, dostluğumuz davam edir. Sonra axıra qədər də getdik də. Deyim sənə ki, elə bir uşaq idi, and olsun Allaha, yəni, əlindən hər bir şeydə, məsəl üçün də, bir şey olardı, götürərdi, bölüşərdi sənə, məsəl üçün, indi əskərlikdə siqaret çəkirik də, çoxsumuz da. Pasıqı gəlirdi evdən, onun üçün tək uşaq olduğuna görə, hər aydan, 3 aydan bir, 2 aydan bir, onun üçün pasıqı göndərdilər evdən. Bayramlarda, azadda beləncə pasıqı gəlirdi Əliağa üçün. Nə oldu da, indi Allahın olduğundan bir dənə qaraqlı yığırdılar, evdəkilər göndərdilər Əliağa üçün ki, orada bir çətinlik çəkməsin də. Allahın olsun, qaraqqanın ağzını açırdı. Hamısını paylayırdı uşaqlara. Özü üçün bir özünə qalan qədər saxlayırdı. Allah'ın olsun, hamısını paylayırdı uşaqlara. Oradakı komandirlərə zada. Yəni ki, çox əli verimli uşaq idi. Allah'ın olsun. Siqareti olardı, məsəl üçün, hamı ilə bölüşərdi. Özü üçün də, məsəl üçün, bir blok siqaretsə evdən gəlibsə, hamısını verərdi uşaqlara. 2 paçka saxlayardı özü üçün və s. Beləncə bir uşaq idi. Allah'ın olsun. Yəni, mən həqiqətən də onu bir qardaş kimi çox istəyirdim. And olsun Allah'a. Döyüşlərdə də ki, döyüş başlayanda Əliağa komandir demişdi ki, bəs tək uşaq olduğuna görə onu kazarmada saxlayacaq. Bu özünə sığışdırmayıb da, bir düz necə. Uşaqlar şəhid xəbərləri gəlirdi.
bizdə şeylər var idi də, səfərbərlikdən də var idi. 26-sından bizə xəbər gəldi ki, məsələn, səfərbərlik, könüllülər yığılır da. Könüllülər, səfərbərliklər gəlirdi bizim postlara. Biz postda idik. İndi o Türkü dərsi deyilən bir yer var, orada idik biz. Əliyağa da komandirin dediyinə görə kazarmada. Bizim tağımdan idi Əliyağa. Biz 3 qardaş, 2 qardaş məsələn, beləncəsində uşaqlar var idi ki, yığırdılar. Bilirdilər ki, bunun axırı ölümdür də. Bizdə yer var idi ki, oranı keçid edəcəkdik. Erməni ilə üzbəüz idik biz. Əliyağa dedilər, komandirimiz dedi ki, biz bu uşaq tək uşaqdır, onu saxlayın kazarmada, biz gedək keçidə. Neysə, biz yığışdıq, getdik keçidə. Əliyağa dedi ki, biz mənə də aparın da. Oktyabrın biri idi, mənim ikisi idi. Biri idi, oktyabrın biri idi. Əliyağa dedi ki, komandirimizə ki, mənə də apar, mənə də apar. Komandirimiz dedi ki, yox da, biz sənin yerində öyle, ora biz gedirik, keçidə gedirik. Dedi, yox da, mən də getmək istəyirəm. Uşaqlarla bir yerdə olmaq istəyirəm. Mənim öz tağımımdır, mən də onlarla bir yerdə olmaq istəyirəm. Neysə, komandirimiz aparmadı onu. Biz getdik, 3 gün idi, bizə yuxarı vəzifədən komandir gəldi. Dedi ki, buradan keçid icazə vermirlər. Yəni ki, bunun 90%, 95% ölümdür də. Sən bu cür uşaqları ölümə verirsən. Öz komandirimizə dedi. Neysə, keçidi ləğv elədilər, getmədi, keçid olmadı. Çünki keçid olanda da yəni 95%, 99% ölüm idi. Ona görə Əliyağa aparmadılar ki, biz tək uşaqdır da. Bizi, mən 2 qardaşım var mənim özümdən sonra. Ona görə bizi aparırdılar. Neysə, sözüm onda yox, o keçid olmadı, ləğv elədilər keçidi. Yəni, Əliyağa da qaldı kazarmada. Oktyabrın 4-ü, 5-i komanda gəldi ki, kazarmada ola-ola rabitə ilə bölgəyə zəng vurublar ki, bizim uşaqlar keçiddə olublar. Əliyağa da kazarmada olub. Zəng gəlib ki, rabitə ilə ki, heç kim qaldırmır rabitəni. Əliyağa görüb ki, heç kim yoxdur, götürüb rabitəni. Komandir deyib ki, biz qoy da, birdən başqa yerdən zadalı. Deyib, narahat olma, götürüb rabitəni, deyib ki, biz kimdir? Bizim öz parollarımız var. Parolla cavab verib, deyib ki, biz postlandı 7-ci mövqeydən. Bizim sursatımız qutarıb, döyüş vaxtı olub, oktyabrın 6-sı, 5-i. Oktyabrın 6-sı. Deyib ki, sursatımız qutarıb, bizə sursat lazımdır, yəni mühasirəyə düşmüşük ermənilər tərəfdən. Düşmən tərəfdən mühasirəyə düşmüşük, mövqeydəyik. Bizə sursat lazımdır, sursatımız tükənib. Həm də ki, suyumuz, zadımız yoxdur, heç neyimiz yoxdur. Qalmışıq mühasirədə. Beləncə deyiblər. Qayıdıb deyib ki, biz kimdir danışan? Deyib ki, biz Maxeylərdəndir. Adını verməyib. Gedib sursat götürüb, Ajekadan sursatı çıxardıb, öz sursatını da götürüb, pulemyotçu idi. Qumbar atan idi Əliyağa. Götürüb Ajekadan belə adi silah götürüb, sursat götürüb, güllə, zadda belə lazım olan şeyləri götürüb gedib. Gedib 7-ci mövqeyə. Gedib çatıb ora, görüb ki, şəhidlər, yaralılar var da orada da. Götürüb başlayıb yaralıları çıxartmağa, şəhidləri çıxartmağa da döyüş bölgəsindən. Komandir görüb ki, bəs Əliyağa deyib, sən burada nə edirsən? Deyib ki, bəs rabitəyə cavab verən mən idim də. Gördüm, heç kim yoxdur. Mən götürdüm rabitəni. Deyib, bəs sənə deməmişəm kazarmada o günə. Deyib, yox da, komandir, bəs mən özümə sığışdırmadım ki, mənim dostlarım orada şəhid olur, mən burada oturum. Yaralanır, şəhid olur, mən burada oturum özüm. Neysə, orada idi gələ, mən yox idim orada, mən 10-cu mövqe idim, o 7-də olub. Orada
yaralıları çıxartdı, şəhidləri çıxardıb oradan, yaralılara ilkin tibbi yardım göstərib, neçə şəhid çıxardıb oradan. İlkin tibbi yardım göstərib. Sonra deyilənə görə, mən özüm orada olmamışam. Deyilənə görə 82 minomyot atıblar. Komandiri tərəf gəlib. 82 minomyot. Bu səsi gəlir də, uğultu səs gəlir. Əliyeva kazarmadan gəldiyinə görə, yəni döyüşün bölgənin içində olanda, döyüş bölgəsinin içində olanda insan güllə atanda qulaqları tutulur. Yəni güllənin səsindən, sonra minomyotların səsindən qulaqlar tutulur, eşitməyib hala gəlir də. Nəsə deyilənə görə komandir minomyotun səsini eşitməyib, Əliyağa eşidib. Əliyağa eşidib, komandir üçün qışqırıb ki, komandir minomyot gəlir, biz əyilin də, yıxılın yerə, minomyot gəlir. Görür ki, eşitməyib komandir. Güllənin səsindən qulaqları tutulur. Nəsə deyilənə görə deyirlər ki, özünü atıb komandirin üstünə, minomyot gəlib partlayıb düz yanlarında. Əliyağa da orada şəhidlik zirvəsinə qalxıb. Komandir özü danışır ki, şeydə də var, televizorda da var ki, danışır ki, yıxıldı deyir, üstümə deyir, elə bir ki, bir qardaş kimi, bir cancıya kimi məsələsində insanı elə bir ki, qucaqlayar da bir qardaş kimi. Deyir, elə bir qucaqlamışdı deyir məni. Qucaqlamaq istədi ki, yıxsın mənə yerə. Ayağı deyir, ilişdi daşa. Fırlandı deyir, arxası üstə düşdü deyir mənim üstümə. Mən deyir, yıxıldım deyir. O da üzü üstə, üzü yuxarı, arxası mənim üstümə düşdü deyir. Oradan deyir, gördüm ki, sonra Əliyağa üstündədir deyir. Bəs Seyid də can verir şey. Götürdüm deyir, qoydum qırağa deyir. Götürdülər deyir, apardılar deyir kazarmaya. Kazarmada da şəhidlik olub. Onunla son söhbətiniz yadınızdadırmı? Onunla mən bir yerdə olmuşam. Danışırdı, postda bir yerdə çıxırdı. Yəni neçə dəfə bir yerə postda çıxmışıq. Yəni danışmışıq, demişik, gülmüşük. Əskər necə zarafatlaşmışıq. Yəni bir yerdə olmuşuq. Son dəfə onu mən oktyabrın 1-i gördüm də. Gördüm ki, məsələn, kazarmada idi. Bizə komanda gəldi ki, gecə idi. Saat 2-3 olardı da beləncə. Komanda gəldi ki, bizdə 10-cu mövqe var. Oranı səfərbərliklər getmişdi ora. Biz də gəlmişdik bu tərəfə. Onlar da mövqeləri tanımırlar da. Yəni biz erməni ilə üzbəüz idik. Səfərbərlik məsəl üçün bu günlər gəlib düşüb maşından, gəlib basıblar onları şeyə. Posta. Onlar da heç yeri tanımırlar. Bilmirlər ki, düşmən ha tərəfdədir, bizimkilər ha tərəfdədir. Neysə eşitdik ki, düşmən tərəfindən keçid edirlər o biz 10-cu mövqeyə. Gecə ilə bizi qaldırdılar yuxarıya ki, biz gedirik də tezdən 10-cu mövqeyə. Yəni postu verirlər də, səfərbərliklər yoxdur orada elə bir ki. Tanımırlar, eləmirlər, bilmirlər, ha tərəfdən düşmən gəlir. Mühasirədədirlər demək olar ki. Biz də yığışdıq, gecə ilə başladıq. Urallarla, mindik Urallara getdik. Gedəndə indi qarma-qarışıqlıq olur da. Biri batinka axtarır, biri məndən həyəcan verilir bir də. Qaçırlar o yan bu yana. Mən də çıxanda orada koridor tərəfdə gördüm Əliyağanı. Gördüm, qayıtdım, dedim ki, Əliyağa biz gedirik. Yəni başımıza nə olacaq, gələcək də. Yəni biz bilirsən hara gedirik. Yəni, bir qram Allahın olsun qorxusu yox idi o uşağın. Dedi ki, bəs şeydir, biz gedirik. Mən dedim ona ki, qardaşım gedirəm mən, özündən müğayət ola. Bir də bu sözü dedim ona ki, özündən müğayət ol, neynirsən elə. Nəsə danışdı mənimlə, qayıtdı demək ki, bəs şeydir. Narahat olma, deyir, mən də istəyərdim ki, sizinlə bir yerə gedim. Çünki bizim tağımdan idi ona görə. Dedim ki, yox Əliyağa, biz gedirik, sən də inşallah gələrsən Allahın izni ilə. O əncə Allahın olsun bir qram qorxusu yox idi Əliyağanın. Oktyabrın 1-i biz getdik, bəyalar dedim, keçid idi bizdə, keçid də ləğv olundu, oktyabrın 5-i, 4-ü, 5-i də ləğv olundu keçid, başqa yerdən keçid edildilər. Elə bir ki, 10-cu mövqedən olmadı, 7-ci mövqedən oldu keçid. Orada da axırın sözü mənə dedim ki, bir dənə mən ona dedim ki, bəs şeydir, özündən müğayət ol, o dedi ki, kaş mən də deyir, sizinlə bir yerə gedərdim deyir.
Əlağa Məmmədov vətən sevgisini həyatının son nəfəsinə qədər yaşadan igidlərimizdən olub. Bəziləri adlarla yox, yaşatdıqları dəyərlərlə yadda qalır. Şəhidin Səsi proqramından bugünlük bu qədər. Digər buraxılışlarımızda başqa bir igidin izi ilə birgə olacağıq. Sağ olun.